Salam, hər vaxtınız xeyir. Mən Sənan Rəhmanov, Tuli Voleybol Akademiyasının PR meneceriyəm və hazırda akademiyamızın fəaliyyəti üçün əlimdən gələn hər bir şeyi edirəm. Voleybolla 2010-cu ildən iç-içəyəm demək olar ki, amma professional olaraq nəzər yetirdiyimizdə son 4 il ərzində artıq akademiyamız eyni zamanda qızlarla məşqçi kimi fəaliyyət, həmçinin menecer olaraq fəaliyyət şəklində işlərimi davam etdirirəm. Tanışlığım barədə əslində deyə bilərəm ki, mənim normalda ilkin olaraq başladığım idman növü yüngül atletika olub. 100 metr əngəlli qaçış üzrə nailiyyətlərim olub. 2008-ci ildə ümumiyyətlə Sumqayıt daxili məktəb çempionatında qızıl medal, daha sonra isə 2009-cu ildə isə respublika üçüncülüyü almışam və bununla bağlı dərəcələrim olub. Sadəcə müəyyən zədələrim olduğu üçün həmin atletika ilə bağlı mən həmin idman növünü dayandırmalı oldum və 2010-cu ildən isə artıq məktəb daxilində Elvin müəllim var idi bizim, mənim idman müəllimim. Sağ olsun, hər zaman voleybol dəstəyi göstərirdi bizə və məşqlərə qoşulurdu. Bu formada voleybol olan sevgim artdı. Eyni zamanda ailəmizdə babam mənim SSR vaxtının tanınmış voleybolçularından biri olub Yahya Paşayev və deyə bilərdim ki, irsi gələn bir sevgidir və bu formada 2010-cu ildən etibarən artıq voleybolla məşğul olmağa, professional olaraq isə son illər ərzində məşğul olmağa başlamışam. Ümumi olaraq akademiyanın qurulması ilə bağlı hər hansı bir ideyam yox idi. Sadəcə daha öncə mən Savalan Şahbazovla tanış oldum. Bizim akademiyamızın əsas məşqçilərindən biri. Savalan Şahbazovla tanış olduqdan sonra onun vasitəsilə bir çox milli komandanın oyunçularıyla tanışlıq şansı əldə etdim. Bunlardan ən birincisi yaxın illər ərzində milli komandamızın kapitanı olmuş Tural Həsənlidir ki, onunla da artıq 3-4 il bundan öncə tanışlıq fürsəti qazandım. Bir müddət tanışlıqdan sonra bu formada söhbətlər aramızda keçdi ki, bəs yetirmələr, yəni özümüz üçün müəyyən akademiya açaq və yaxud məşqlərə start verək və voleybol üçün müəyyən töhfələr verək. Niyə də olmasın belə bir şeylər? Bu barədə ətraflı danışdıq və artıq düzdür, hər hansı bir akademiya qurulmamışdı, amma həvəskar olaraq məşqlərə başladıq. 44 nömrəli məktəbin idman zalında ilk olaraq start götürdük 3 il bundan qabaq. O zaman yəni Ryuga adı altında fəaliyyət göstərirdi. Lakin müəyyən bir müddət artıq müəyyən tələbatlar olduğu üçün, insanlar tərəfindən rəğbət qazandığımız üçün, daha çox müraciətlər olduğu üçün düşündük ki, işi niyə də biraz böyütməyək və son bir il ərzində artıq akademiyamızın rəsmi olaraq fəaliyyətinə başladıq və hal-hazırda da Tuli Voleybol Akademiya olaraq fəaliyyətimizi həyata keçiririk. 100-ə yaxın tələbəmiz var. Eyni zamanda milli komanda üçün də verdiyimiz oğlanlar və qızlar mövcuddur. Hazırda akademiyamız turnirdə müxtəlif yaş kateqoriyaları olmaqla fərqli adlarla çıxış eləyir. Təbii ki, bu bizim seçimimizdir. Yəni eyni akademiya adından bir neçə komanda olaraq yox, yəni tutalım, nümunə verirəm, Tuli 1, Tuli 2 və yaxud Tuli 3 olaraq yox. Fərqli adlardan daha kreativ və daha rəngarəng komandaları çıxarmağı düşünürük. Təbii ki, bu sadəcə uşaqların həvəslənməsi və bir-birlərinə qarşı rəqabət olmaması üçün nəzərdə tutulmuşdur. Lokomotivə gəldikdə isə, düzdür, Lokomotiv biz akademiya qurmazdan öncə də mövcud idi və bunun təşəbbüsü məndən yəni qaynaqlıdır. Mən məşqçilərə bu barədə məlumat vermişdim. Çünki təsadüfi deyil ki, mənim voleybolla tanışlığım zamanı ilk pərəstiş elədiyim komanda Lokomotiv komandası olub. 2012-2013-cü illərdə hətta canlı oyunlarına belə baxmışam və çox sevdiyim bir komandadır. Araşdırmalar nəticəsində hətta rəhbər heyətinə qədər gedib bir çox insanlarla tanışlıq şansı əldə etdim, eyni zamanda oyunçularla və bu fanatik tərəfini, belə deyim, öz yaradacağımız işdə də göstərmək istədim və sağ olsun məşqçi dostlarım da bunu xoş qarşıladılar və bu barədə dəstək gördülər mənə. Müsbət cəhətlərini deyə bilərəm ki, köhnə zamanlardan qalan bir populyarlıq olduğu üçün adla bağlı hal-hazırda onun avantajını yaşayırıq türklər demiş. Çünki voleybol deyəndə ilk ağla gələn komandalardan biri Rabitə, Azərreyl və Lokomotivdir deyərdim mənim üçün və bu populyarlıqda bizim komandamıza böyük təsir göstərir. Mənfi cəhət isə bir çox sosial media kanallarımızda, yəni özümün də şahid olduğum üzərə sırf
Sovet dönəminə aid bir ad olması və sair, yəni bu tip müəyyən tənqidlər olur. Təbii ki, bunlar da normal qarşılayırıq, amma mən ümumi məlumat üçün bildirim ki, hal-hazırda Lokomotiv futbol klubu da var, Lokomotiv judo klubu da var. Yəni Lokomotiv Baku olaraq adları hallandırılır və bu Azərbaycan Dəmir Yollarına məxsus bir addır. Ümumi məsləhət olaraq bildirmək istərdim ki, fərqi yoxdur istənilən idman növü. Voleybol ola bilər, futbol ola bilər, güləş, judo, yəni yüngül atletika heç bir fərq eləmir. Ümumiyyətlə idmanla məşğul olmaq ilk növbədə insanın sağlamlığı üçün çox vacibdir. Dediyim kimi burada professional olub və yaxud həvəskar olaraq məşğul olmağın heç bir önəmi yoxdur. Əsas odur ki, məşğuliyyətin içində olasınız. Amma sırf professional olaraq yanaşmaq istəyirsinizsə, həm oğlanlar, həm qızlar üçün, xüsusilə də qızlar üçün ayrıca bir parantez açacağam burada. Qızlar üçün çox belə deyim, məqsədə uyğun bir idman növüdür deyərdim. Həm onların fiziki göstəriciləri, həm həyatlarında təsir, özünə inam, bu cəhətdən qızlara böyük təsir edə bilən bir idman növüdür. Komanda idman növü olduğu üçün onların komandada fəaliyyəti, insanlarla əlaqələri, yəni bu tip xüsusiyyətlər, xarakterlər uşaqların özlərində erkən yaşlardan formalaşmağa başlayır. Sadəcə məsləhətim olar ki, valideynlərə uşaqları, yəni qız və yaxud oğlan övladları fərq eləmir. İdman növündə fərqi yoxdur, voleybol və yaxud digərləri. Hər hansısa bir istəyi varsa, onları heç vaxt istəklərini əngəlləməsinlər və dəstək olsunlar. Ən azı 1 il, 2 il həmin uşaqlara vaxt versinlər. Çünki idman elə bir şeydir ki, bu uşağın artıq öz qabiliyyətindən asılıdır. Müəyyən bir ay ərzində də onun formalaşmasını siz müşahidə edə bilərsiniz və yaxud müəyyən bir il ərzində də formalaşmasını müşahidə edə bilərsiniz. Bu təbii ki, uşağın özündən asılıdır. Sadəcə mən kiçik bir xahişim və yaxud məsləhətim olardı ki, ən azı 1 il, 2 il uşaqlarına həvəslərinin, yəni arzularının, xəyallarının arxasınca getməyə icazə versinlər və şərait yaratsınlar. Və düşünürəm ki, hal-hazırda voleybol üçün də valideynlər bu tip xəyallarla, daha doğrusu hərəkət etməlidirlər uşaqları üçün. Çünki düşünürəm ki, hazırki nəsil üçün voleybola yetişə biləcək qız övladları və yaxud oğlan övladları çoxdur. Hal-hazırki vəziyyətdə şərait əvvəlki şəraitlə eyni deyil. Yəni Voleybol Federasiyası çox yaxşı şərait yaradır, yəni seçilən uşaqlar üçün. Və düşünürəm ki, bu tip xəyalları gerçəkləşdirilməsində valideynlər böyük rol oynayır və övladlarına hər zaman dəstək olmalıdırlar. İnşallah ki, ümid edirəm voleybolumuz günü-gündən çiçəklənəcək və bizlər də çəkdiyimiz əziyyətlərin qarşılığını alacağıq. Hər birinizə uğurlar.